Prezident İlham Əliyevin ADA-nın sözü gedən forumundakı çıxışı yenə də gündəm yaratdı. Bu təəccüblü deyil, çünki biz hamımız bilirik ki, Prezident İlham Əliyevin hətta bir cümləlik fikri belə yetərincə gündəmi məşğul edir, yaxşı mənada və ətrafında geniş müzakirələr aparılır. Dünən ADA-da onun çıxışını orijinaldan canlı izlədim və hər bir fikrinə diqqət kəsildim. Düşündüm ki, Azərbaycan prezidenti bu dəfə də istər daxili auditoriya üçün, istər xarici auditoriya üçün, istərsə Türk Dövlətləri Təşkilatı ölkələri üçün, həmçinin də ki, bizim hamımızı narahat edən Türkiyə-İsrail münasibətləri üçün yetərincə açıq fikirlər səsləndirdi və Azərbaycanın bütün bu məsələlərdə baş rolda olduğunu növbəti dəfə göstərdi. Diqqətimizi çəkən o oldu ki, İlk dəfə Azərbaycan dövlətinin başçısı rəsmi şəkildə İsraillə Türkiyə münasibətlərinin normallaşdırılması üçün aparılan danışıqları dilə gətirdi. Əslində biz illərdir bu fikri səsləndirirdik, rəsmi təsdiqi olmurdu. Yəni deyirdik ki, Azərbaycan dost İsraillə qardaş Türkiyə arasında münasibətlərin normallaşdırılmasına öz töhfəsini verməkdədir. Bunun nəticələri də olub əvvəlki illərdə, indi də proses davam edir. Dünən Prezident İlham Əliyev öz çıxışında bunu açıq şəkildə qeyd elədi və onu da vurğuladı ki, ilk dəfədir bunu dilə gətiririk. Eyni zamanda qardaş ölkələrdən Kuzey Kıbrıs Türk Cumhuriyyəti ilə bağlı onun səsləndirdiyi fikirlər çox yerinə düşdü. Çünki bilirsiniz ki, bu son dövrlərdə Türkistandakı 3 Türk dövləti, Özbəkistan, Qazaxıstan və Türkmənistan Kıbrısın Rum kəsimində səfirlik açıb, diplomatik əlaqələr qurub. Bu da müəyyən suallara səbəb olur və təbiidir ki, Azərbaycan cəmiyyətini eyni zamanda həm Türkiyə, həm də Kuzey Kıbrıs Türk Cumhuriyyəti cəmiyyətini narahat eləyirdi. Və gözlər Azərbaycanda idi ki, Azərbaycanın münasibəti necə olacaq? Mən düşünürəm ki, Prezident İlham Əliyev Kuzey Kıbrıs Türk Cumhuriyyəti Cumhurbaşqanının müşavirinin sualına cavab verərkən bu məsələyə tam aydınlıq gətirdi. Azərbaycanın Kuzey Kıbrısla bağlı mövqeyinin bir mənalı olduğunu növbəti dəfə vurğulamış oldu. Ümumilikdə Azərbaycanın bölgədə yeri, rolu, Rusiya ilə münasibətlər, İranla münasibətlər, özəlliklə də Ermənistanın təcavüzkar ritorikadan hələ də imtina etməməsinə diqqət çəkilməsi, eyni zamanda Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpla münasibətlər, ondan gözləntilər, bütün bunlar Prezident İlham Əliyevin çıxışında diqqətlə dilə gətirildi və mən düşünürəm ki, orada iştirak edən 80-ə qədər xarici ekspert də bundan çox məmnun qaldı. Azərbaycanın mövqeyinin dünyaya çatdırılması baxımından bu çıxışı xüsusi vurğulamaq lazımdır. Həm çıxış, həm də ki, suallara verilən cavabları nəzərdə tuturuq. Yəni, belə görüşlər, belə müzakirələr, belə sual-cavablar Azərbaycanın yaxşı mənada tanıdılması baxımından həmişə effektini verib, hələ bu cür tədbirlərdə Prezident İlham Əliyev ayrıntılı şəkildə bütün məsələlər haqqında açıq danışırsa, bu əlavə dividendlər gətirib.